Salamlar dəyərli dostlar. Az əvvəl internetdə qarşıma qəribə bir xəbər çıxdı. Laqeyd qala bilmədim. Qərara gəldim ki, bu barədə öz fikirlərimi sizinlə paylaşım. Həmin xəbər əsasən güya Səfəvi imperiyasının qurucusu, Azərbaycan xalqının gəlmiş-keçmiş ən dahi şair və filosoflarından biri Şah İsmayıl Xətai öz anasını qətlə yetirib. Bəri başdan demək istəyirəm ki, tamamilə əsassız, yalan, həqiqətə uyğun olmayan bir xəbərdir. Fikirlərimi açıqlamağa çalışacağım. Çox güman ki, bu paylaşım 3 dəqiqəlik Reels formatına aşacaq. Tam materialı YouTube kanalımda paylaşacağım. TikTok imkan versə, TikTok formatına uyğun olsa orada da paylaşacağım. Tam materialı orada izləyə bilərsiniz. Instagram və Facebookda 3 dəqiqəlik hissəsini kəsib paylaşacağım. İzlədiyiniz üçün də təşəkkürlər. Biz indi 21-ci əsrdə süni intellekt erasında yaşayırıq. Bütün dünya kitabxanası əlimizin altındadır. Saniyələr içərisində istənilən məlumatın həqiqətə uyğun olub olmamasını araşdıra bilərik. Amma mən də laqeyd qala bilmədim. Tarix bilirsiniz, ziddiyyətli elmdir. Hər bir tarixi mənbə öz dövrünün geopolitik, siyasi, iqtisadi, sosial və s. reallıqlarını əks etdirməyə çalışır. Üstəlik, müəllif qərəzli ola bilər. Eyni zamanda müəllif qərəzli olmasa belə, bəlkə də həqiqi məlumata çıxışı olmur, həqiqi mənbələrə çıxışı olmur. Götürür bir şayəni öz əsərində yazır, əsər də saxlanılır arxivlərdə. Əsrlər sonra bir tədqiqatçı gedir o mənbədən o tarixi faktı götürür və deyir ki, bax, filan mənbədə belə yazılıb. Ancaq burada önəmli olan həmin o mənbəni araşdıran müəllifin kimliyindən asılı olmayaraq, Ramin və ya başqa bir şəxs. Həmin o tarixi faktı məntiq və rasional təfəkkür süzgəcindən keçirə bilməsidir. Təhlil edirsiniz, baxırsınız, araşdırırsınız və qərara gəlirsiniz ki, hə, əslində hadisə necə olub. Yeri gəlmişkən, ola bilsin, yenə məndən soruşanlar olacaq ki, bəs sən danışırsan bu mövzuda, nə bilirsən? Tarixçilər qəbahatimi bağışlasın, bir hüquqşünas olaraq danışıram, amma 1990-ların ortalarında biz əsaslı şəkildə Azərbaycan tarixi fənnini keçmişik, dövlət və hüquq tarixi fənnini keçmişik. O zamanlarda Azərbaycanın dövlət və hüquq tarixi fənni hələ təzə-təzə tədris olunurdu. Bundan sonra, tələbəlikdən sonra bir 8-10 il sonra mən özüm dövlət və hüquq tarixi fənnini tədris etmişəm. Hətta mühazirələr, özdə geniş mühazirələr idi. Mühazirələri İngilis dilinə tərcümə etmişdim. İndiki kimi süni intellekt yox idi ki, verəsiz orada sizə rahat tərcümə eləsin, sonra bir review edəsiz, düzəlişlər edəsiz və hazır material əlinizin altında olsun. Bax belə. Dediyim kimi, tarix ziddiyyətli elmdir. Gəlin biz bu iddianı məntiq süzgəcindən keçirək. Birincisi, dönəmin iki super gücü var, dövlət olaraq, siyasi təşkilat olaraq, Osmanlı və Səfəvi. Və bunlar bir-biri ilə ölüm-dirim savaşındadılar. Dəfələrlə müharibələr ediblər, bilirsiniz. Hər iki tərəf qarşı tərəfin rəhbərliyini, ordusunu, əhalisini nüfuzdan salmaq üçün müəyyən taktiki, strateji tədbirlər həyata keçirir. Bu, təbii bir şeydir. Osmanlılar Səfəvilərə, Səfəvilər Osmanlılara qarşı. Hətta mənim bir illər əvvəl yazdığım şeir var. Çaldıran döyüşü. Çalışaram onu tapam. Sosial şəbəkə hesablarımda paylaşım olaraq durur. Bugünün reallıqları nöqteyi nəzərindən biz dönüb baxırıq tarixə. Anlayırıq ki, bu döyüşlər
olmasaydı daha yaxşı olardı. Amma artıq olan olub, keçən keçib. İndi gəlin bu Şah İsmayıl Xətainin güya anasını qətlə yetirməsi məsələsini hissə-hissə araşdıraq. Birincisi, hansı qaynaqlarda bu barədə məlumat var? Tarixi qaynaqlarda. Nəyə istinad olunur? Əsas qaynaqlar Venesiyalı tacir və diplomatların əsərləridir. Katerina Zena adlı bir Venesiyalı diplomat əsərində qeyd edir ki, güya 1501-ci ildə Şah İsmayıl Xətai öz matriqnasını qətlə yetirdi. Madresini yox, matriqnasını, yəni anasını yox, ögey anasını. Ehtimalən 16, 17, 18-ci əsr o Səfəvi Osmanlı savaşlarında Osmanlılar o matriqnanı elə madre kimi tərcümə ediblər. Yəni ögey ananı elə ana kimi tərcümə ediblər. Bilirsiniz də şərq təfəkküründə ögey ana, ana elə ana-anadır. Hətta bizlərdə xala ana yarısıdır təbiri də var. Siyasi məqsədlərə çatmaq üçün. Katerina Zenonun kimliyi də maraqlıdır. Katerina Zeno Uzun Həsənin ya qardaşı, ya bacısı qızı ilə səhv eləyərəm, evli olub və 1501-ci ildə Təbriz qətliamları zamanı o ögey ana, Ana Xatun adında xanım bir müddət ortalıqlarda olmayıb. Elə biliblər ki, o da qətlə yetirilib. Onun haqqında danışacağım. Amma bu qətliamları qınayanlar da var. Mən də məlumatlıyam. Yaxşı, dövlət necə qurulur? İmperiya necə qurulur? Rəhmətlik Məmməd Səid Ordubadinin Qılınc və Qələm əsəri çox ciddi bir mesajdır. Dövlət və dövlətçilikdə sadəcə qələm, söz bir işə yaramır. Şah İsmayıl çox böyük bir imperiya qurub. Onu necə quracaqdı? Hansı böyük dövlət və böyük imperiya söz hesabına qurulub? Otto von Bismarck nə deyirdi? Almaniyanı bugünkü o hamı indi ora işləməyə gedir. Birləşdirilmək məsələsi. Dəmir və qan hesabına. Bu məsələ belə. İndi 1501 qətliamlarını dedim, dahi Fərman Kərimzadənin səhv etmirəmsə Xudafərin körpüsü əsərində maraqlı bir məqam var. Yazıcı o qədər gözəl təsvir edir o anı. Bir nəfərin başını qoyurlar kötüyün üstünə, boynunu vurmağa yaxın Allah Fərman Kərimzadəyə qəni-qəni rəhmət eləsin. Həmin o boynu vurulmağa aparılan, başı kötüyün üstünə qoyulan şəxsin hisslərini səsləndirir orada, yazır. Həmin adam boynunu çevirir, görür, qonşu kötüyə də onun qonşusunun başını qoyurlar. Ürəyində öz-özünə deyir ki, onu mən satmışdım. Görəsən məni kim satdı? Baxın, insan faktoru. Bu qətliamların daha geniş vüsət almasına səbəb olan satqınlıq, bir-birini gözü götürməmək, paxıllıq, kin, küdurət faktoru. Bəlkə də bu qətliamlar az ola bilərdi. Və keçək digər qaynaqlara. Başqa müəlliflər də var. Yenə də Venesiyalı tacirlərdən biri Giovanni Maria bax belə bu adda tam adını xatırlaya bilmirəm. Onun əsərində bu var. Və Osmanlı müəllifləri var. Məşhur İdrisi Bitlisi farsça əsər yazıb. 8 Cənnət əsərində Səfəvlərə qarşı nə desəz var orada.
Hətta din xadimi olub Şeyxülislam İbn Kəmal adında. Fitva verirdi ki, qızılbaşları harda tutsaz öldürün. Siyasi məsələ. Təbii ki, qarşı tərəfdə də belə məqamlar olub. Səfəvlərdə də belə yanaşma olub. Siyasi sistem və onun tələbləri, amansız tələbləri. İndi gələk başqa bir məsələyə. Axı Ağqoyunlu dövləti də Azərbaycan dövləti kimi tanınır. Biz hətta tədris edəndə Ağqoyunlu dövlətini də tarixi Azərbaycan dövlətlərindən biri kimi veririk. Nə baş verdi ki, bu dövlət dağıldı, çöktü, yerini xaos aldı, qarma-qarışıqlı aldı və Azərbaycan xalqı o dövrdə yaşayan, bax bugün Cənubda, Şimalda və s. Azərbaycanlılar olmazın müsibətlərə düçar oldular. Birincisi, yuxarıda çox ciddi çəkişmə. Qıran-qırana, o, deyək, belə bir təbir var da, belə bir ifadə var. Amansız bir müharibə gedirdi hakimiyyət uğrunda. İkincisi, vergilər, iqtisadiyyatın çökməsi, xalqın sosial-iqtisadi durumunun olmazın dərəcədə ağırlaşması və nəhayət, Otluq beli savaşı, xarici təsir, Osmanlı və Ağqoyunlu arasındakı Otluq beli savaşı, səhv etmirəmsə 1473-dür də. Yanılarsam, özürlü sayın, indi mənim yaddaşım da əvvəlki deyil. Otluq beli savaşında Osmanlı ordusu Ağqoyunlu ordusunu əzdi. Artilleriyadan da istifadə etdilər orada. Ağqoyunlu ordusuna qarşı. Və nəticədə Ağqoyunlu dövləti əlində olan son, deyək ki, vasitəni itirdi, hərbi gücü itirdi və dövlətə nəzarəti tamamən əldən verdi, xaos ölkənin başına aldı. Bu, Təbriz və digər qətliamların bir səbəbi də var. Şah İsmail və onun ailəsinə qarşı Ağqoyunlu elitasının həyata keçirdiyi ciddi təqiblər, repressiyalar, qətlə yetirmələr və s. Bilirsiniz, Şeyx Heydər Şah İsmailin atası. Onu belə qətlə yetirdilər. Bax, bütün bu faktorlar məntiq süzgəcindən keçiriləndə artıq real nəticəyə gəlmək olur ki, dahi Hüseyin Cavid demiş, o unuttum, təəssüflər olsun ki, yəni qan tökülməsinin qarşısını alan elə ən dahi insandır. Dahi odur. Üzürlü sayın, yadıma sala bilmədim heç cür. Bu qan tökülməsi qarşılıqlı olub hər zaman. Heç nə elə belədən yaranmayıb. Elə belədən bu qətliamlar baş verməyib. İndi keçək Şah İsmail belə bir hərəkətə yol verib, yoxsa verməyib. O İtalyalı, Venesiyalı, üzr istəyirəm, tacir və diplomatın əsərində haqqında söhbət açılan Matrigna kimdir? Ögey ana kimdir? Ana xatun. Ana xatun, onun bir ləqəbə adı da olub, Bənövşə xatun. Bu, Çərkəz qızıdır. Şeyx Heydər 1480-lərdə onu Dağıstan səfərindən gətirir Ərdəbirə, onunla ailə qurur. Və bir Süleyman Mirzə adında bir övladları da var, oğulları da var. Az sonra haqqında danışacağım başqa bir fragmenti. Və Şah İsmailin hətta ölümündən sonra 1-ci Təhmasibin hakimiyyəti dönəmində də bu qadın sağ-salamat yaşayıb, özdə çox böyük hörmət, izzətlə qarşılanıb hər yerdə, nüfuzu, rəğbəti olub insanların içində
Ona çox böyük rəğbət bəslənilib. 1530-larda filanda dünyasını dəyişib. Şah İsmaildən hətta bəlkə də 10 il sonra. Bu yalandır. Dediyim kimi, Təbrizdə qarma-qarışıqlıqdır. Ana xatun ortalarda yoxdur, elə bilirlər qətlə yetirib. Və yaxud da ola bilər, dediyim kimi, Uzun Həsənin qardaşı qızı və yaxud deməli, bacısı qızı ilə evlidir bu Venesiyalı diplomat. Ola bilər, yəni deyiblər ki, bunu da öldürdü, öz qohumunu da qətlə yetirdi və s. Şah İsmailin öz anası Aləmşah bəyim, bilirsiniz, Uzun Həsənin və Dəsbinə xatunun qızıdır. Kral ailəsindəndir. Əlbəttə ki, yenə rəhmətlik Fərman Kərimzadənin əsərində də bu fraqment var. Aləmşah bəyim Şah İsmailin çox ciddi addımlar atmasına qarşı olub. Amma Aləmşah bəyimi 1500-lərdə, falanlarda, deyək 1501-də, 1513-də və s. Şah İsmail nəinki qətlə yetirməyib. Onu da böyük hörmət, izzətlə Ərdəbildə yaşadıb. Heç bir qətl falan yoxdur. Təbii səbəblərdən də hər iki qadın dünyasını dəyişib. Ancaq dediyim kimi, dövlət və siyasət, daimi qan, qada, savaş, müharibə, tarixi oxuyan hər kəs bilir. Şah İsmail invincible, toxunulmaz, məğlub edilməz, ilahi gücə sahib bir hökmdar kimi qiymətləndirilirdi xalq arasında, ordu arasında, elita, saray arasında. Hər kəs onu bu gözlə baxırdı, bu gözlə görürdü. Amma bir hadisə baş verdi ki, bu, deyək, stereotip qırıldı. Şah İsmailin nüfuzuna çox böyük zərbə oldu bu. Buxara yaxınlığında bir döyüş olub, Teymuri və Səfəvi ittifaqı ilə Sünni Özbək ordusu arasında, Buxara yaxınlığında və bu döyüşdə Səfəvi ordusuna bir Fars əsilli komutan deyək də, komandir, sərkərdə rəhbərlik edib və Səfəvi ordusu çox ciddi məğlubiyyətə uğrayıb. Və bu müharibədən, bu məğlubiyyətdən sonra Şah İsmailin nüfuzu çox ciddi zədələnib. Nəticə etibarilə xalq arasında, orduda, Səfəvi elitasında Şah İsmailə qarşı üsyanlar başlayıb. Və Şah İsmailin ata bir qardaşı Süleyman Mirzə, həmin ana xatunun oğlu Ərdəbildən Təbrizə yürüş edib, ordu ilə. Və Təbriz yaxınlığında 1513-cü ildə, 1513-cü il üsyanıdır bu. Və buna baxmayaraq, Şah İsmail Xətai bu üsyanı yatırdıb və Süleyman Mirzə edam edilib. Amma yenə ana xatuna toxunulmayıb. Dediyim kimi, 1530-larda dünyasını dəyişib. Bax, əziz dostlar, vəziyyət belədir. Biz tarixi şəxsiyyətlərimizi müzakirə edə bilərik. Onların yanlışlarını deyə bilərik. Çaldıran döyüşünün olmamasının vacibliyini bugün vurğulaya bilərik. Amma o dövrdə bu iki dövlət arasında ölüm-qalım savaşı idi. Otluq beli savaşının olmamasının vacibliyini vurğulaya bilərik. Otluq beli savaşı olmasaydı, Ağqoyunlu dövləti çökməyəcəkdi. Bəlkə də Səfəvilər dövləti də yaranmayacaqdı. Yəni, biz tarixi hadisələri günümüz nöqteyi nəzərindən ölçə-biçə, kimlərisə asa, kəsə bilərik. Amma bunun heç bir anlamı yoxdur. Şah İsmailin yaratdığı dövlət
xüsusilə də ilk 10 illiklərdə, əsrdə xalqın vəziyyətini xeyli yüngülləşdirdi. Xüsusilə də ictimai-siyasi sabitlik yaratdı. Rifaha, inkişafa zəmin formalaşdırdı. İndi bunlar tarixi reallıqlardır. Ona görə də mən başa düşmürəm açığı. Əslində başa düşürəm, amma başa düşmədiyimi etiraf etmək istəyirəm. Mən Avropanın bir çox şəhərlərində olmuşam. Orada hətta kiçik bir kralının heykəli də bugün durur. 15, 16, 17-ci, 18-ci əsrlərə aid. Onların hətta şəxsi əşyaları durur. Mən özüm o muzeylərə getmişəm. Amma bizdə belə amansız tariximizə hücumlar olur. Bu tarixi reallıqdır. Dəyişdirə bilməyəcəyimiz bir faktdır. Yenə də deyirəm, əgər deyirsinizsə ki, Təbriz qətliamı olub, o zaman istənilən dövlət yarananda qətliamlar olub. Onları da deyin. Əgər deyirsinizsə ki, Şah İsmail gərək Osmanlı ilə vuruşmayaydı, onda gərək Osmanlı da Şah İsmail ilə vuruşmayaydı. Bunlar qarşılıqlıdır, amma deməyimiz heç nəyi dəyişmir. Bu birincisi bir tarixdir. İkincisi, hər zaman belə olub və belə də olacaq. Dediyim kimi, bu geopolitikadır. Burada başqa seçimlər təəssüflər olsun ki, yoxdur. Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur, yer üzünü. Rəhmətli Hüseyn Cavidin o misrası nəhayət ki, yadıma düşdü. Və o teatra yəqin baxmısınız. Yıldırım Bayazid və Teymurlan arasında o məşhur savaş. Budur reallıq. Budur müharibə. Budur bəşəriyyətin durumu. Üzürlü sayın çox danışdım. Ümidvaram sizi yormadım. Hər birinizə uğurlar və bütün dahi tarixi şəxsiyyətlərimizə, ümumiyyətlə bütün dünyanın, bəşəriyyətin bütün tarixi şəxsiyyətlərinə hörmət və ehtiramla. Hələlik.